Əgər siz də Asparking tətbiqini telefonda istifadə etmək istəyirsinizsə, App Store və yaxud Play Marketdə Asparking yazıb bu tətbiqi telefonumuza yükləyirik. Daha sonra isə giriş edib, əvvəlcə siz bu proqramda qeyddən keçməlisiniz. Bunun üçün profilə girib, burada avtomobillərim, burada əlavə edib seçirik və dövlət qeydiyyat nişanını yazıb, sonra isə şəhadnamə seriyası və texpasportun nömrələrini yazmaq lazımdır. Xarici vətəndaşsınızsa, xarici vətəndaş olan bölməyə klik etmək lazımdır. Bu qədər sadə. Daha sonra isə kart ödəniş olduğu üçün kartlarıma girib, burada öz kartınızı əlavə etmək lazımdır. Kartımızı əlavə etdikdən sonra biz əsas səhifəyə girib parking işarəsini klik edirik və burada onsuz da siz naviqasiyanı basdıqdan sonra lokasiyanı, yəni olduğunuz məkan göstəriləcəkdir və istədiyimiz bir ərazini, yəni ki, olduğumuz ərazini seçib üstünə basıb qəbul edirik və kartımız gördüyünüz kimi aktivləşir. Təsdiq edib basdıqdan sonra qəbul edirik və parklanma başlayır. Daha sonra parklanma bitirmək üçün isə dayandır və ödənib klik etmək lazımdır. Və gördüyünüz kimi ödəniş uğurla tamamlanmışdır. Daha sonra isə biz Asparkingin harada olduğunu bilmək üçün burada xəritəyə basırıq və Asparkingin mövcud olduğu küçələri bizə göstərir. Gördüyünüz kimi Bakı daxili daha çox Asparking yerlər vardır. Daha sonra Sabunçu və Binə, Mərdəkan kimi ərazilərdə də Asparking yerlərini görə bilərsiniz. Bunun üçün sadəcə bu tətbiqi yükləyib daha asan yolla ödəniş etmək mümkündür. Daha sonra bu tətbiq vasitəsilə biz digər ödənişləri də edə bilərik. Misal üçün Avtovağzal, 28 Mall, Qış Parkı, 28 Residence və s. kimi Araz Marketlər, hətta qabaqlar İçərişəhər, Dənizkər Bulvar, Megastore və s. kimi yerlərdə parklama ödənişi edə bilərik. Hətta Sibrizdə belə. Bunun üçün nə edirik? Biz dövlət qeydiyyat nişanımızı qeyd edib parklamağı basırıq və ödənişimizi asan bir şəkildə icra edirik. Biz daha sonra Qış Parkına giririk. Gördüyünüz kimi orada QR kodla ödəniş etmək var. Bunun üçün də kameraya icazə veririk və ödənişimizi asan bir formada edirik. Əgər siz əngəlli bir vətəndaşsınızsa, bunun üçün yuxarı gördüyünüz əngəlli işarəsini vurmaqla Asparkingdə əngəllilər üçün boş xanada maşınınızı park edib ödənişi rahat bir üsulla edə bilərsiniz. Məni dinlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı